Salam. Kanalıma xoş gəlmisiniz. Nəhayət baş-başa qala bildik. Həqiqətən də universitet imkan vermirdi ki, mən video çəkim. Bugün o gündür. İlk dəfə gələnlər üçün məhz olmaz. Keçən 651 balla tibb universitetinə qəbul olmuşam. 3 il məzuna qalmışam. 2 il əslində. Səhv dedim. Nəysə, bugün mövzusu başlıqdan da gördüyünüz kimi məzun illərimdə etdiyim səhvləri danışmaq istəyirəm ki, əgər keçmiş illərə qayıtsaydım hansı səhvləri etməzdim. Əslində Instagramda Reels formatında bu 5 dənə səhvi paylaşmışam, amma burada istədim ki, geniş bir şəkildə o mövzulardan danışım və həll yollarından danışım sizin üçün. Birincisi məğlubiyyət psixologiyasına girməmək. Yəni həqiqətən məğlubiyyət psixologiyasına girməyin, çünki bu sizə həqiqi mənada mənfi təsir göstərir. Çünki mən özüm məsələn məğlubiyyət psixologiyasına o düşüncəyə o qədər girmişdim ki, deyirdim ki, birinci blok getdi, sınaq kimi girirəm mən birinci blok imtahanına, mövzularımı çatdırmamışam, təkrar çatdırmamışam, gələn ikinci blok imtahanına hazır olacağam, amma indi sınaq kimi girirəm deyə bir... Niyə belə bir düşüncədə olmuşam, bilmirəm. Çox böyük səhv idi, çünki ikinci blok imtahanı mənim girdiyim illərdə və gördüyüm hər illərdə ikinci blok imtahanı daha çətin olur, həqiqi mənada daha çətin olur. Ona görə də birinci blok imtahanına yaxşı mənada fokuslanmaq lazımdır və məğlubiyyət düşüncəsinə girməmək lazımdır. Mənim kimi bu səhvləri etməyin. Ona görə mən buradayım. 2 unutdum. 2-də nə demişdim? Bir dəqiqə. 2 nə idi? 2. Tek qutar 2. 2. Sırf özünü rahatlaşdırmaq üçün asan suallar işləmə. Dost adı söyləyər, blok imtahanı həqiqətən də çətin olur və çətin suallar düşür. Buraxılış imtahanı demək olar ki, deyirdik ki, çətin suallar demək olar ki, çox düşmür, amma düşür. Yəni, düşən suallar olur 3-5 dənə heç olmasa. Amma blok imtahanında çətin suallar düşür. Və siz daha çox çətin sınaqlar işləməlisiniz. Məndən DM'də soruşanlar var idi ki, hansı sınaqlar işləyək. Mənim ən çox tövsiyə elədiyim sınaq, əgər işləməmsinizsə, DİM imtahanını, Dövlət İmtahan Mərkəzinin keçirdiyi sınaq imtahanları. Sırf sınaq imtahanları idi. Oradakı kimya situasiyalarına falan çox diqqət eləyin. Sonra tövsiyə edə biləcəyim, zaten OTK-nın güvən sınaqlarını özünüz bilirsiniz, onları daha çox işləyin. Daha çox da kimyanın situasiyaları bu illərdə niyəsə çətin düşür. Ona görə heç olmasa sınaqlara baxmaq vaxtınız yoxdursa, o sınavın mütləq kimya situasiyasına baxın. Biologiyanı da daha çox tövsiyə edirdim. Ümumiyyətlə situasiyalara 100% baxın. Ümumi sınava baxa bilmirsinizsə, 100% o situasiyalara baxın. Və üçüncü, telefonu bir istirahət obyekti olaraq düşünməyin. Heç bir şəkildə. Hansı ki, siz deyəndə mən özüm deyirəm. Mən özüm deyirəm. Ona görə burada mənim səhvlərimdən danışırıq. Siz bunları eləməyəsiniz deyə. 1 saat dərs oxudunuz və deyirsiniz ki, 5 dəqiqə telefona baxım, istirahət edeyim, sonra dərsə qayıdaram. Birincisi, 5 dəqiqədən sonra dərsə qayıtmırsan. İkincisi, yaxşı bir ziraydan varsa, dərsə qayıdırsansa, 1 saat o diqqətini toplamağa çalışırsan. Çünki o telefon, o dopamin insanın diqqətini həqiqətən də yayındırır və pozur. Ona görə sizə tövsiyəm, bu son ayda heç olmasa telefona baxmayın. Yəni, telefondan tamamən uzaqlaşın, çünki beyninizdə o telefondakı reelsların, hər hansı bir əlavə şeyin yer tutmağını istəmirik. Buna ehtiyacımız yoxdur. Diqqətimiz, fokuslanmağımız, sırf fokusumuz dəst olmalıdır. 4-cü, heç kimlə özünüzü müqayisə eləməyin. Instagramda da dediyim kimi, siz yeridiyiniz bir yolda. Siz tək yeridiyiniz bir yolda. Sizdən qabaqda kim ola bilər? Ya da arxada? Heç kəs. Hər kəsin yolu fərqlidir. Hər kəsin yolu özünə xasdır. Məsələn, mən 3-cü cəhdimdə tibb universitetinə qəbul olmuşam və məndən ilərdə belə ümumən düşünsəm, nə qədər insan var. Amma mənim getdiyim yolda məndən qabaqda olan insan yoxdur. Çünki bu mənim yolumdur. Çünki bu həyatda həyat tərzlərimizi, yaşadığımız hadisələri, psixologiyamızı bu şərtlər daxilində heç birimizi müqayisə eləyə bilmərik. Ona görə də həyatınızı yaşayın. İmtahan da başını buraxın. Yəni, bu stresə dəyməz. Amma çox istəyirsinizsə eləyin. Yəni, çox istəyirsinizsə bu stresə girin. Amma 3 dəfə imtahana girmiş biri olaraq deyə bilərəm ki, bu stresə dəyməzdi. Yəni, stres yaşamamalıydım imtahana girəndə.
Çünki stress daha da mənfi təsir göstərir bizə. 5-ci olaraq da mənim elədiyim ən böyük səhvlərdən biridir bu. Bir ay qalmış yeni plan qurmayın. Yeni şeylər yoxlamayın. Çünki buna adaptasiya olana kimi imtahan gəlir çatır. Məsələn, fikirləşirdim ki, bir ay qalıb hər gün 5-də durum falan. 5-də dura bilməzsiniz birincisi. Əvvəl elə bir şey yaşamayıbsınızsa yeni rejimə keçə bilməzsiniz. İkincisi də keçiz. Deyək ki, iradəniz var. 5-də durdunuz. Əvvəlcə 5-də durmamış bir insan olaraq özünüzü çox yorğun hiss edəcəksiniz. Yəni mənfi təsir göstərəcəksiniz özünüzə. Ona görə əsas məsələ davamiyyətdir. Əsas məsələ çalışdığın saatlardır, neçə saat çalışdığındır, nə qədər fokuslandığındır. Bu 5 səhvdən əlavə olaraq mənə gələn DM mesajları haqqında danışmaq istəyirəm. Suallar cavablandırmaq istəyirəm ümumən. Məzuna qalmaqla bağlı suallar gəlir. Yəni bu mənə çox gülünc gəlir. Çünki imtahana bir ay qalmır, sən imtahana fokuslanmalısan. Məzuna qalmaq haqqında düşünməməlisən. Bu sənə heç bir fayda qatmır, yəni. Heç bir yeri yoxdur da. Yəni gələn məzuna qalsan belə, sən bir ay qalmış, fokuslanmış şəkildə imtahandan çox bal toplamağa fokuslanmalısan, yəni. Onu düşünməlisən ancaq. Ona görə o suallara cavab vermək istəmirəm. Mən demək istəyirəm ki, məzun düşüncəsindən çıxın. Heç bir şəkildə bu haqqda düşünməyin. Siz balınız əlinizdə olandan sonra bu haqqda düşünə bilərsiniz ki, mən məzuna qalmaq istəyirəm, yoxsa yox. Çünki mən məsələn özümdən danışım, öz təcrübəmdən danışım. Mən məzuna qalmağı həyatımda ağlımın ucundan belə keçirməzdim ki, mən məzuna qalaram. Məsələn, ilk il məzuna qalmaq hekayəmdən danışım. Mən imtahan verdim. Yaxşı olmadı nəticəm. 2023 qurbanlarıyıq çünki hamımız. Buraxılış 240 bal gəldi. Amma hər də ümidli şəkildə, fokuslanmış şəkildə blok imtahanına hazırlaşırdım. Bir çox səhvim var idi, düzü. Amma ki, hazırlaşırdım da, məzuna qalmaq haqqında ağlımın ucundan belə düşüncə keçmirdi. Və ətrafımdakılar zaten deyirdi ki, ola bilməz, sən məzuna qala bilməzsən. Mən də həmişə bu düşüncədə idim. Cavablar çıxdı. Mən 520 bal toplamışdım. Və 2023-də avqustun 31-i, səhərsi gün sentyabrın 1-i idi. Hazırlıqlar başladığı gün idi. Avqustun 31-i hara qəbul olduğumuz çıxdı. Mən Tibb Universitetinə qəbul olmuşdum, amma istəmədiyim ixtisasa müalicə işinə qəbul olmamışdım. Buna görə mən səhər qalxdım. Axşamacan mən ümid eləmişəm ki, mən universitetə qəbul olacağam da. İstədiyim yerə qəbul ola bilmədim. Səhər, sentyabrın 1-i, səhər qalxdım, sumkamı götürdüm və hazırlığa getdim. Və məni orada sumka ilə görən insanlar o qədər qəribə reaksiyalar verirdi ki, özümə də biraz alışana kimidir. İnsan hər şeyə alışır. Vaxt lazımdır. Sadəcə həqiqətən vaxt lazımdır. Məsələn, mən həmən il məzuna qaldım. Bir dəfə kəsildim. Sonraki ildə məzuna qaldım. Və sonraki il qəbul oldum da. Yəni 2 dəfə məzuna qalmışam. 3 dəfə imtahana girmişəm. Və indi məndən soruşsaz ki, o pis hisslərin hamısını xatırlayanda pis olursanmı? Yəni, o qədər ağladığım müddətlər olub, bu qədər pis hiss elədiyim, nə bilim, özümü kimlənsə müqayisə elədiyim vaxtlar olub, amma heç biri yadına gəlmir insan. Yəni, vaxt hər şeyin ilacıdır, düzü. Gələn mesajların bəzilərini oxumaq istəyirəm və ümumi cavablar vermək istəyirəm. Çünki çox vaxtım olmur cavab verməyə və sualların çoxu eyni olur. Yazıb ki, 9-un buraxılışından 110 bal toplamışam. Sizcə 6-ya qəbul olma şansım varmı? 2 il oxusam. Bu sual mənə çox gəlir. Yəni, mən buna cavab verəsi insan deyiləm. Yəni, cavab verəcək olan insan mən deyiləm. Buna siz cavab verməlisiniz. 2 il bunu eləmək iradəniz varmı? Disiplinli olmaq iradəniz varmı? Yəni, bu düşüncəsizmi? Yəni, bunları eləyə bilərsinizmi? Bunu mən cavablandıra bilmərəm. Mən sizi tanımıram. Sizi ən yaxşı siz tanıyırsınız. Ona görə 2 il hər şey mümkündür. Bu həyatda hər şey mümkündür. Hətta 2 il yetərincə yetərli bir müddətdir qəbul ola bilməyiniz üçün, məncə. Sonra bir sual da oxuyuram. Salam, mən sizin yeni izləyicilərinіздənəm. Həmçinin sizi keşfətdə görürəm. Amma sizin Tibb Universitetində neçə bal ilə qəbul olduğunuz mənim üçün çox maraqlıdır. Bu haqda məlumat versəz çox sevinərəm. Mən Tibb Universitetinə 651 balla daxil olmuşam. Hansı ki, keçid balı 624 idi. Bu qədər. Müalicə fakültəsində təhsil alıram və 1-ci kursam. Bir də bu mesajları tapa bilmədim. 8-ci siniflər yazır, 7-ci siniflər yazır ki, biz hazırlığa nə vaxt başlamalıyıq, nə vaxta çatdıra bilərik, neyniyək, güvən. Biri yazmışdı ki, 8-ci sinifəm və güvən sınaqlarını işləyə bilmirəm falan.
Siz hələ yeni başlayırsınız. Onu deyim ki, açıq bir şəkildə deyim ki, mənim fikrimcə nə qədər tez başlasanız blok fənlərinə, biologiyaya, kimyaya, fizikaya, o qədər üstünlükdür, o qədər faydadır sizin üçün. Amma belə də ki, mən ideal görürəm ki, 9, 10, 11-ci siniflərdə hazırlığa gedərək qəbul olmaq həqiqətən də mümkündür. 10-11-də də qəbul olmaq mümkündür, amma biraz özünüzü çox çalışmalısınız da, özünüzü çətinliyə salmalısınız. Amma 9, 10, 11 mənim üçün idealdır. Və bugünkü videonun da sonuna gəldik. Mən çox sevindim ki, sizlə dərdləşə bildim. En azından öz təcrübələrimi danışdım. Ümidvaram sizə faydalı ola bildim. Elə düşünürəm. En azından motivasiya vermək istəyirdim ki, həyatın sonu deyil. Heç bir şəkildə son deyil. Mən düşünürdüm ki, sondur. Mən kəsilmişəm. Sonra özümü hazırlıqda tapdım. Heç bunun haqqında düşünməmişdim. Sonra məzuna qaldığım ildə kəsildim. Sonra yenə məzuna qaldım və qəbul oldum və buradayam. Və məncə yaşımı göstərmirəm. Və məncə uzaqdan baxan biri bilmir ki, mən 2 il məzuna qalmışam. Ona görə də həyatın heç də sonu deyil. Xeyirlisi, hər şeyin xeyirlisi. Videoya like atmağı və abunə olmağı unutmayın. Özüm də çox həvəsliyəm bir sonraki videolar üçün. Görüşərik.